Qarabağ münaqişəsinin keçmişdə qalması ilə Cənubi Qafqazda davamlı sülh, iqtisadi inkişaf və rifah üçün tarixi imkanlar yarandı. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı təmaslar davam etdiyi zamanda isə Ermənistanın rəsmi və ictimai dairələrində Qarabağın yenidən işğalı və Ermənistana ilhaqına dair revanşist bəyanatlar yüksələn xətt üzrə artır. Bəs Cənubi Qafqazda sülhü gecikdirən bu revanşizmin tarixi nə qədər keçmişə dayanır? Beynəlxalq münasibətlərin təhlili mərkəzi tərəfindən dərc edilən, mərkəzin idarə heyətinin üzvü Cavid Vəliyevin müəllifi olduğu Erməni millətçi iridentizmi və Qarabağ müharibələri adlı kitab bu suala aydınlıq gətirir. Bugün və dünən ən böyük problemlərdən biri və bugün də sülhün qarşısındakı ən böyük problem Ermənistanın iridentist siyasətidir. Bəzən Azərbaycan ərazilərinin işğal etməsinə aparan yolu, Ermənistanda aparan yolu və ya regiondakı hadisələr separatizm olaraq adlandırırlar. Əlbəttə ki, bu separatizm ola bilər, amma bunun ən böyük adı məncə erməni millətçi iridentizmidir. Hətta dövlət dəstəkli erməni millətçi iridentizmidir. Çünki bu iridentizmin arxasında bir Ermənistan dövlətinin də dəstəyi var. Və bugün də bu sülhün qarşısındakı ən böyük mane Ermənistanda hələ də davam edən iridentist duyğular və bunun hüquqi çərçivədə varlığıdır. Kitabda millətçi iridentizmi təşviq edən erməni təşkilatlarının fəaliyyəti, beynəlxalq siyasi şəraitdən asılı olaraq Sovet və Amerika Birləşmiş Ştatları istiqamətində edilən taktiki gedişlər, bu siyasətin Azərbaycan üçün yol açdığı nəticələr xronoloji qanuna uyğunluğa əsaslanmaqla təhlil edilir. Vacib istiqamətlərə nəzər yetirək. ...1920-ci ildə Bolşeviklər Ermənistanı işğal edəndən sonra Daşnaklar köçdülər Yaxın Şərqə. Yaxın Şərqdə kimlər vardı? Hınçaqlarla Ramqavarlar vardı, hansı ki Osmanlı dövründən orada köçüb yaşamışdılar. Daşnaklar biraz şiddətə, silaha meyilli idilər. Yəni məsələləri daha çox silah yolu ilə, şiddət yolu ilə həll etməyə çalışırdılar və Daşnaklar artıq Yaxın Şərqə köçəndə onlarda antitürk siyasəti üçün çox ciddi bir mümbit formalaşmışdı. Çünki orada həm ərəb milliyyətçilər arasında, həm ermənilər arasında bu Türkiyəyə qarşı bir fikir formalaşmışdı. Antitürk mövqeyi hakim idi. Amma Hınçaqlar, Ramqavarlar və Daşnaklar arasında ermənilərin liderliyi uğrunda bir mübarizə var idi. Partiyalar liderliyi uğrunda mübarizə aparsalar da eyni ideologiyaya xidmət edirdilər. Erməni diaspor üzrə mütəxəssis Ara Sanjana görə Livanda fəaliyyət göstərən hər üç erməni siyasi partiyasının Erməni İnqilabı Federasiyası, yəni Daşnak Sütun, Hınçaq və Ramqavarın fəaliyyətlərində iridentist duyğular yüksək səviyyədə idi. İridentizm hər üç partiyanın ideologiyasının əsasını formalaşdırmışdı. İkinci Dünya müharibəsindən əvvəl və müharibə illərində erməni diaspora arasında radikal millətçiliyi qoruyub saxlayan digər bir hadisə isə Daşnakların nasist Almaniyası ilə əməkdaşlıq etməsi oldu. Ermənişünas James Russell-ə görə Ermənistandan xaricə gedən Daşnaklar daha da radikallaşaraq İkinci Dünya müharibəsindən əvvəl ultramillətçi və faşist ideologiya ilə yaxınlaşdılar. Türk tarixçi Mehmet Perinçek İkinci Dünya müharibəsi dövründə nasizm Daşnak əməkdaşlığı kitabında qeyd edir. Nasistlərin sənədlərində Türkiyə və Azərbaycanın birləşməsi ilə ortaya çıxacaq panturkizmə qarşı Böyük Ermənistanı dəstəkləməyi ermənilər qarşılarına məqsəd qoymuşdular. Bu səbəbdən Böyük Ermənistanın bufer zona olaraq yaradılması istənilirdi. Təbii ki, iridentist niyyətlərin reallaşdırılmasında kilsə də siyasi partiyalardan geri qalmırdı. Erməni tarixçi və politolog Ronald Grigori Süni yazır. 16-25 iyun 1945-ci il tarixində dünyanın bir çox yerindən erməni din xadimləri və nümayəndələri Ermənistana gələrək Eçmiyazdin katolikosu Gevorqu rəsmən katolikos seçdilər. Seçilən katolikos 6-cı Gevorqun ilk addımı Stalinə məktub göndərərək ermənilərin Ermənistana köçürülməsi və Türkiyədən torpaqların alınmasını istəməsi oldu. Erməni xalqı, yəni uzun illər dövlətsiz yaşadı. Uzun yüz illər dövləti olmadı və dövləti olmayan bir yerdə kilsənin o birləşdirici rolu onlar üçün çox vacib idi. Və kilsə də radikalların əlinə keçdikdən sonra, xüsusən 19-cu əsrdə Avropada başlayan
bu millətləşmə prosesi ilə kilsə biraz daha qərbdəki missionerlərin, qərbin geosiyasi, Osmanlıya qarşı geosiyasi maraqlarının təsiri altında qaldıqdan sonra bir tərəfdən mərkəzi rol oynamağa, dövlət olmadıqları üçün ermənilərin, o bir tərəfdən radikal bir kilsə, bu çox böyük bir təsirə malik olmağa başladı ermənilərin irredentist düşüncələri üstündə və biraz əvvəl qeyd etdiyim kimi, məsələn, erməni təşkilatları arasında, hansı ki 1887-1890-cı illərdə yaradılmışdırlar, Taşnaqlar, Ramqavarlar, Hıncaqlar, kilsənin ələ keçirmək uğrunda mübarizə gedirdi. Niyə? Çünki kilsə bütün erməniləri idarə edə bilmə gücünə sahib idi. Bu səbəbdən kilsədə də hər zaman Türkiyə ərazilərinə, Azərbaycan ərazilərinə, hətta Gürcüstan ərazilərinə, hətta İran ərazilərinə qarşı iddialar özünü davam elətdirirdi ki, bu da ki, bütün erməni təşkilatlarında varlığını davam etdirirdi. SSR-nin Xarici İşlər Naziri Vyacheslav Molotov Türkiyə Respublikasının Moskvadakı səfiri Səlim Sarperlə görüşərək Sovet İttifaqının 1925-ci ildə Parisdə imzalanan və 1945-ci ildə müddəti bitən Türkiyə-Sovet İttifaqı tərəfsizliyi və dostluq müqaviləsini yeni şərtlər əsasında imzalamaq istədiyini bildirdi. Sovet İttifaqı Türkiyədən 1921-ci il Qars müqaviləsi ilə Türkiyəyə geri qaytarılan Qars və Ərdahanın ona verilməsini, həmçinin İstanbul boğazlarına birgə nəzarət etmək istəyirdi. Bunlar üçün bir fürsət oldu. Daşnaqlar bu səbəbdən Sovet İttifaqı ilə münasibətlərini düzəltməyə başladılar. Çünki o daşnaqların ən başlıca ümdə vəzifələr, hədəflərindən biri idi Türkiyə ərazilərində Ermənistan dövlətinin yaradılması. Düzdür, başda daşnaqlar Ermənistan SSR-nə gələn ermənilərin içində çox rol almadılar. Burada daha çox Ramqavarlar və Hınçaqlar daha çox rol almağa başladılar. Amma bu prosesə daşnaqlar da o dövrdə dəstək verdilər. Həmçinin Sovet İttifaqının təşəbbüsü, təşviqi və dəstəyi ilə 1945-ci ilin aprelində Erməni Milli Komitəsi BMT-yə Ermənistan məsələsi ilə bağlı memorandum təqdim etdi. Yəni 1945-ci ildən sonraki mərhələdə həm diaspor erməniləri, həm də Ermənistan SSR-də yaşayan ermənilər arasında Böyük Ermənistan iddiaları gündəmə gəldi. 1945-ci ilin mayında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutinov Yosif Stalinə məktub yazaraq xaricdə yaşayan ermənilərin gətirilməsi üçün xüsusi komitə yaradılmasını və onlar üçün maliyyə yardımlarının ayrılmasını təklif etdi. Arutinovun məktubundan sonra xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi məqsədi ilə bir proqram hazırlandı və köç başladı. 11 ölkədən ermənilər gətirildi. Bunların arasında İran və Livan, xüsusən Daşnaq Sütun Partiyasının güclü olduğu ölkələr idi. Rumıniya və Bolqarıstanda isə Hitler Almaniyası tərəfindən erməni gənclərdən ibarət faşist komitələr yaradılmışdı. Beləliklə Ermənistan SSR-ə daha radikal millətçi düşüncələr gətirildi. O dövrdə bu prosesdən ən çox zərər görən öz tarixi torpaqlarından qovulan Azərbaycanlılar oldu. 48-ci, 53-cü illərdən məcburi bir şəkildə öz torpaqlarından qovuldular. Amma nəticədə SSR-nin bu hədəfi qoymağı erməni təşkilatları arasında ortaq bir fəaliyyətin ortaya çıxmağına səbəb olmuşdu. Lakin SSR-nin Türkiyədən torpaq ala bilməməsi ilə erməni diasporu SSR münasibətləri yenidən pisləşdi. Türkiyəyə qarşı ərazi iddiası irəli sürdüyü üçün Sovet İttifaqı ilə əməkdaşlıq edən daşnaqlar artıq Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq kursunu seçdilər. Bir müddətdən sonra onlar fərq elədilər ki, SSR Türkiyədən bu torpaqları, bu əraziləri ala bilməyəcək və ya almaq istəmir. Yəni bu məsələni sadəcə istifadə edir. Burada həm Sovet İttifaqı, həm Amerika erməniləri, erməni diasporuna öz geosiyasi maraqları çərçivəsində istifadə etməyə başladılar. Məncə indiki Ermənistan da bundan bir nəticə çıxartmalıdır. Yəni heç bir vaxt nə SSR, nə Amerika ermənilərin əsas müttəfiq olaraq görməyiblər. Sadəcə geosiyasi maraqları üçün istifadə edir. 1951-ci ildə Daşnaq Sütun Partiyasının 15-ci konqresində Sovet İttifaqına və kommunistlərə qarşı azad dünya ilə əməkdaşlıq etməklə bağlı qərar qəbul edildi. Daşnaq Ermənistanının keçmiş müdafiə naziri Dro ləqəbli Drastamat Kanayan Amerika Birləşmiş Ştatları ilə danışıqlara başladı. Mərkəzi Kəşfiyyat İdarəsinin arxiv sənədində qeyd olunur ki,
1952-ci il yanvarın 8-də General Drew Daşnaksutyun Partiyasının 2 üzvü ilə birlikdə Vaşinqtona gələrək ABŞ-nin Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri ilə 7 görüş keçirdi. Burada keçirdiyi görüşlərdə Drew Daşnaksutyun Partiyasının 1951-ci ildə Misirdə ABŞ ilə əməkdaşlıq etməyə qərar verdiyini, bu barədə İngiltərə və Fransanın da məlumatlandırılmasını diqqətə çatdırdı. Drew Amerikalılarla görüşəndə məsələn onlardan silah istəyir. Bu CIA-nin öz arxiv sənədlərində var. Niyə? Çünki mübarizə aparmaq istəyir. Yəni silahlı öz beyinlərində silahlı mübarizə aparacaqdı Sovet İttifaqına qarşı. Qarşılığında Amerikalılar nə istəyirdilər? İranda, yaxın şərqdə olan erməni diasporunun Amerikaya dəstək verməsi Sovet İttifaqına qarşı. Çünki o dövrdə Amerikanın Sovet İttifaqını çevrələmə, containment siyasəti var idi və burada da onlardan faydalanmaq istədi. Amma ona qarşı nə etdilər? Sovet İttifaqı da ona qarşı bir addım atdı. Daşnakların digər lideri olan Qaragin Nijde ilə əməkdaşlıq etməyə başladı. Erməni kilsəsinin fəaliyyətini bərpa etməsinə imkan yaratdı. Diaspora ilə Ermənistan arasında əlaqələrin yaratmasına imkan yaratdı. Davamlı olaraq Böyük Ermənistan yaradılması iddialarının erməni diasporası tərəfindən gündəmə gətirilməsinə imkan yaratdı. Yəni beləcə qarşılıqlı olaraq burada əsas hədəflərdən biri Sovet İttifaqının və Amerikanın öz geosiyasi maraqları çərçivəsində erməniləri istifadə etməsi idi. Ermənilər isə əlbəttə ki bu dövrdə Böyük Ermənistan, yəni Qarabağın, Naxçıvanın, Türkiyə vilayətlərinin daxil olduğu Böyük Ermənistan yaratmağı hədəfləyirdilər. ...1953-cü ildə Stalinizmin sona çatması və Xruşov dövrünün başlanmasından sonra erməni irredentizmi konkret trayektoriya üzrə hərəkət etməyə başladı. Əslində bu dövrü 1-ci Qarabağ müharibəsinə gedən yolun başlanğıcı da adlandırmaq olar. Erməni tarixçi Qriqori Süni bu dövr barədə yazır. Sovet İttifaqında 1960-1980-ci illərdə qarışıq bir millətçilik mövcud oldu. Rəsmi millətçilik və dissident millətçilik. Ermənistanda bu iki millətçiliyin də qarışığı var idi. Bu mənada Ermənistandakı millətçilik Gürcüstan, Ukrayna və Estoniyadan fərqli olaraq anti-Rus deyil, anti-Türk xüsusiyyətə sahib idi. Anastas Mikoyanın Sovet İttifaqı baş nazirinin birinci müavini və Xruşovun yaxın məsləhətçisi olması erməni radikal millətçilərini cəsarətləndirən növbəti hadisə oldu. Mikoyan Bakıda qırğınlar törədən Stepan Şaumyanın ən yaxın tərəfdarı və dəstəkçisi idi. Onun həyatı və fəaliyyəti haqqında doktorluq dissertasiyası yazan Pietro Şakaryana görə Anastas Mikoyan Sovet hakimiyyətində olduğu dövrdə rəsmi siyasətə sadiq qalmış, Qarabağ və Naxçıvanın Ermənistana birləşdirilməsini birbaşa tələb etməmişdir. Lakin dolayı yolla bu məsələyə müdaxilə etmiş və bu düşüncəni müdafiə edən millətçi ermənilərin Ermənistanda hakimiyyətdə qalmasına köməklik göstərmişdir. Pietro Şakaryan müsahibələrindən birində bildirir. Mikoyan Qarabağın yurisdiksiyasının Sovet Ermənistanına verilməsi ideyasına getdikcə daha çox müsbət baxdı və Sovet Ermənistanının liderləri Qriqori Arutinov və Anton Koçinyanın bu bölgələrin Ermənistana birləşdirilməsi haqqında ardıcıl təşəbbüslərini dəstəklədi. Ermənilərin gizli təşkilatlarının Qarabağ fəaliyyəti Mikoyan dövründə başladı. Necə oldu? Birincisi, Mikoyan 1954-cü ildə Yerevana səfər elədi. Və Yerevanda böyük bir çıxış elədi. O çıxışında Ermənistanda milli reabilitasiya dövrü olacağını bildirdi ki, oldu. Bu milli reabilitasiya dövrü nədir? Bu 1915-ci il hadisələri haqqında anti-Türk mövqeyə sahib olan, Qarabağ Naxçıvanı Ermənistan torpağı sayan, Ermənistanda milliyyətçiliyin yüksəlişinə dəstək verən yazarların yenidən canlandırılması. Hansı ki 30-cu illərdə bunlar qadağan edilmişdi Ermənistanda. Onların əsərlərinin, onların yazdığı hekayələrinin, onların adlarının yenidən canlandırılması dövrü oldu. Və bu Ermənistanda milliyyətçiliyin Azərbaycana qarşı iddiaların artmasının başlıca səbəblərindən biri oldu. Mikoyan daha çox Sovet İttifaqının millətlər siyasəti ilə yaxından maraqlanan bir şəxsiyyət idi və burada Mikoyan respublikaların, üzv dövlətlərin daha çox yerel idarə edilməsində daha çox muxtariyyətə sahib olmağını istəyirdi, daha müstəqil hərəkət etməklərini istəyirdi. Burada da ən çox Ermənistan ön plana çıxardırdı.
Yəni 3 şəkildə Mikoyan o dövrdə dəstək verdi. 1. Milli reabilitasiya dövrü, hansı ki millətçi ermənilərin yazıları, hekayələri, adları, xatirələri yenidən canlandırıldı ki, bu Ermənistanda irredentizmin, millətçiliyin artmasına səbəb oldu. İkincisi, özü Sovet İttifaqının rəsmi siyasətinə qarşı çıxmasa da, Ermənistan SSR-indəki siyasətçiləri Qarabağa, Naxçıvana qarşı ərazi iddiası olan siyasətçiləri dəstəklədi. Və üçüncüsü, daha çox Ermənistan SSR-nin müstəqil hərəkət etməyini dəstəklədi ki, orada da təbii ki, millətçi auditoriya, millətçi cəmiyyət siyasətə daha çox təsir eləməyə başlamışdı və SSR-in buna müdaxiləsi azalırdı. Erməni diasporu üzrə mütəxəssis Ara Sanjyana görə, Erməni diasporunun Ermənistan SSR-də gedərək artan təsiri İrəvandakı elitaların repressiya edilmiş irredentiz istəklərinin yenidən oyanmasına diasporun dəstək verməsi ilə nəticələndi. Sovet Ermənistanına dost olan Hınçaklar, Ramkavarlar və digər diaspor nümayəndələri tədricən ortaya çıxdı. Dağlıq Qarabağın və digər daxili torpaqların ilhaqı çağırışlarına qoşuldular. Xüsusən Sovet İttifaqına dost olan Hınçak və Ramkavar partiyaları Qarabağ və Naxçıvanın Ermənistan SSR-ə birləşdirilməsi məsələsini daha çox gündəmdə tutdular. Çünki onlar Türkiyədən ərazilərin əldə edilməsi ümidini itirmişdilər və yeni ərazilər axtarışında idilər. Ara Sanjyan yazır. 1963-cü ildən etibarən Ermənistan SSR nümayəndələri ilə daşnaqlar arasında müntəzəm görüşlər başladı. Sonradan Daşnaq Sütun Partiyasının liderləri 1969-1988-ci illərdə İrəvan, Beyrut, Moskva və Cenevrədə 10 belə görüşün keçirildiyini etiraf etdilər. Tarixçi və siyasi analitik Razmik Panosyana görə erməni millətçiliyi heç vaxt anti-Sovet və ya anti-Rusiya istiqamətində inkişaf etməyib. Düşmənçilik türklərə qarşı yönəlmişdi və ona görə də Sovet dövləti üçün təhlükə kimi görünmürdü. Daşnaqların Ermənistan daxili siyasətində təsirinin artmasını Sovet İttifaqı ilə Amerika arasındakı rəqabətin bir parçası olaraq görmək lazımdır. Erməni diasporası üstündə təsirini artırmaq üçün Sovet İttifaqı erməni diasporasındakı gəncləri Ermənistan SSR-yə gətirməyə başladılar. Ermənistana xaricdən bəzi məhsulların ithal edilməsinə imkan verməyə başladılar. Xaricdən erməni əsərlərinin Ermənistana gəlməyinə imkan verməyə başladılar. Erməni diasporu ilə işləmək üçün müəyyən erməniləri xüsusən yaxın şərqdəki SSR-nin səfirliklərinə təyin etdilər. Xüsusən Livanda olsun, İranda olsun. Ermənilər burada aktiv şəkildə çalışmağa, diaspora ilə yaxından əməkdaşlıq etməyə başladılar. Təbii ki, bunlar bərabərində nəyə yarattı? Daşnaq ideologiyasının Ermənistan SSR cəmiyyəti üzərində yavaş-yavaş təsirinin artmasına və ilk olaraq 1962-ci ildən etibarən Ermənistanda gizli təşkilatların ortaya çıxmasına səbəb oldu. Biz bunun ardınca 1965-ci il mitinqini gördük. Ondan sonra yeni gizli təşkilatların sayının artmağını gördük Ermənistanda. Sovet İttifaqı Brejnev dövründə biraz təzyiq qurmağa çalışdı, amma bu da artıq gec idi. Çünki daşnaqlar öz şəbəkəsini Ermənistan SSR daxilində qurmuşlar. Yəni o ideologiya artıq öz təsirini göstərməyə başlamışdı. İrəvandakı Soyqırımı Muzeyinin keçmiş direktor müavini Suren Manukyan 1960-cı illərdə Ermənistanda ortaya çıxan təşəbbüsləri gizli hərəkat adlandırır. Onun fikrincə, bu təşkilatlar ölkədəki sosial-iqtisadi vəziyyəti dəyişmək deyil, sistemi kökündən dəyişdirmək, Türkiyə və Azərbaycan torpaqlarında müstəqil Ermənistan dövləti qurmağı özünə hədəf seçmişdi. Sovet dövründə Ermənistandakı müxaliflərin ideologiyası haqqında Şant Markaryan yazırdı. Ermənistandakı müasir dissidentlər Daşnaq Partiyası olan Erməni İnqilabçı Federasiyasının təsiri altındadır. Ermənistandakı bütün ermənilərin mövqeyini əks etdirməsələr də Ermənistanda və Sovet siyasətində böyük gücü təmsil edirlər. 1988-ci ildə qurulan Qarabağ Komitəsi də siyasi fəaliyyətləri səbəbindən tez-tez həbs olunan bu dissident və aktivistlər tərəfindən formalaşmışdır. Ermənistanda birinci dalğa gizli qrup 7 patriotların təşkilinə 1962-1963-cü illərdə başlanıldı. Ermənistan Kommunist Partiyasının birinci katibi Zarobyanın Moskvaya yazdığı hesabatda qeyd olunur.
Bu 7 nəfər daşnaqların təsiri altında Ermənistanın Sovet İttifaqından ayrılmasını, müstəqil Ermənistan qurulmasını və Türkiyədəki keçmiş erməni ərazilərinin birləşdirilməsini tələb edirdi. ...1965-ci ildə Ermənistanda 2 miting oldu. Əlbəttə ki, Kuba böhranı, Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin başlaması, Qərblə münasibətləri və ya başqa səbəblərdən yaranan geosiyasi vəziyyət səbəbindən Sovet İttifaqından bu 1965-ci il mitingi, yəni qondarma erməni soyqırımının 50-ci ilin səbəbi ilə belə bir mitingin keçirilməsinə çətin də olsa icazə verildi. Amma orada 2 miting keçirildi. Bir miting rəsmi miting idi, icazəsi çərçivəsində. Amma bu mitingin keçiriləcəyi xəbəri çox daha əvvəlcədən Ermənistan SSR-də yayıldığı üçün Ermənistan Gənclər İttifaqı deyə, hansı ki əsasında daşnaqlar təşkil edirdi, bir təşkilat qurdular və alternativ bir miting keçirdilər. O keçirilən alternativ mitingdə Qarabağ, Naxçıvan və Türkiyənin ərazilərinin Ermənistana birləşdirilməsi istiqamətində şüarlar atmağa başladılar. Təbii bu gizli mitingin, bu alternativ mitingin keçirilməsindən sonra Ermənistan SSR-nin birinci katibi işdən azad edildi və bir çox o şüarları atanlar həbs edildi. Amma burada maraqlı bir proses baş verdi. Bu həbs edilən radikallar Ermənistan SSR-nin həbsxanalarında bir-birlərlə tanış olaraq daha radikal təşkilatlanmağa getdilər. Yəni yeni bir təşkilatlanma imkanları yarandı. Çünki onlar həbsxanada öz aralarında daha rahat bir şəkildə qorxmadan, çəkinmədən görüşə bilirdilər. Və ondan sonra biz baxırıq ki, 65 mitingindən sonra 67-də yeni bir təşkilat yaradılır Ermənistan SSR-də, 70-də yeni bir təşkilat yaradılır. Amerika Birləşmiş Ştatlarının Coastal Carolina Universitetinin dosenti Christopher Gana görə 1965-ci il mitingi təsadüfi deyildi. Bu miting Ermənistan SSR-in daxilindəki Erməni İnqilabçı Federasiyasının fəaliyyətinin nəticəsi idi. Birləşmiş Ərəb Əmirliklərində yerləşən Rabdan Akademiyasının dosenti Arsen Zaparov yazır. Rəsmi tədbirdə iştirak edənlər Lenin heykəlinin önünə güldəstələr qoydular. Lakin millətçi şüarlar səsləndirərək erməni məsələsinin ədalətli həllini tələb etdilər. Burada toplaşanlar eyni zamanda Qarabağ və Naxçıvanın Ermənistana verilməsi və 1964-cü ildə həbs edilən 7 nəfərin azad edilməsi məqsədi ilə Moskvaya telegram göndərdilər. Məsələn, bu dövr Sovet İttifaqında dissident təşkilatların, ümumiyyətlə bütün 15 respublikada dissident təşkilatlarının aktivliyinin artdığı dövrdür. Amma biz digər respublikalara baxırıq, dissident təşkilatlarda milli dəyərlərin, mədəniyyətin, dilin, təhsilin milli əsaslarda qorunması şüarları, fikirləri ortaya çıxır, ön plana çıxır. Amma Ermənistanda isə dissident hərəkətlərdə irredentizm düşüncələri ortaya çıxır. Yəni Qarabağ Ermənistana verilsin, Naxçıvan Ermənistana verilsin, Türkiyənin 6 vilayəti Ermənistana verilsin. Bu kimi düşüncələr Ermənistandakı bu gizli təşkilatlarda daha çox ön plana çıxırdı və Ermənistandakı dissident hərəkəti Sovet İttifaqının ümumi digər respublika arasındakı dissident hərəkətindən ayıran əsas xüsusiyyətlərdən biridir. Ermənistanda yayılan proseslər Qarabağa da öz təsirini göstərdi. Xankəndidə gizli silahlı təşkilat yaradan Arkadi Karapetyan Qarabağdakı fəaliyyətlərini belə xatırlayır. Biz hələ məktəb illərində vətənimizin azad edilməsindən danışırdıq və 1975-ci ildə dostlarımız ilə bu hərəkatın gizli rüşeymini İrəvanda qoyduq. Qısa bir müddət fasilə verdik və 3-4 il sonra təkrar toplaşdıq. Biz erməniləri narahat edən məsələlər toplayırdıq və gənclərlə aktiv işləyirdik. Ermənilər sırf Qarabağ məsələlərlə əlaqədar təşkilatlanmağa açıq bir şəkildə, daha güclü bir şəkildə 75-ci ildə başladılar. Və Ermənistanda başladılar, Yerevanda başladılar. Ona görə irredentizmdir. Yəni Qarabağda başlamadılar, Yerevanda başladılar. Təəssüflər olsun ki, biz 1920-ci ildə bolşeviklər Ermənistan və Azərbaycanı ələ keçirəndən sonra ermənilərlə Azərbaycanlılar arasındakı normallaşma prosesi tək tərəfli getdi. Yəni ermənilərlə Azərbaycanı bolşeviklər Sovet İttifaqı barışdırmağa çalışırdı.
Biz barışırdıq, amma onlar barışmırdılar bizdən. Biz səmimi olaraq onlarla münasibətlərimizi qururduq. Amma sən demə onlar gizli-gizli bizə qarşı fəaliyyətlərini altdan davam elətdirmişdi. Əslində, biraz əvvəl danışdıqlarımın hamısı buna dəlalət edir. O səbəbdən ermənilər 1987-də Azərbaycanlılara qarşı Ermənistanda hücumlara başladığında biz hazır deyilik, amma onlar hazır idilər. O səbəbdən biraz əvvəl müzakirə etdiyimiz məsələ informasiya sahəsində onlar artıq hazır idilər bizə qarşı, biz hələ hazır deyilik. Çünki biz onlarla münasibətlərimizi normallaşdırma düşüncəsi üstünə qurmuşduq. Düşüncəmizi onlarla münasibətlərimizi normallaşdırmaq üzrə qurmuşduq. Amma onlar isə bizə qarşı normallaşdırma üstünə qurmamışdı. Biz hazır deyilik, təəssüflər olsun ki. 88-də biz hazır deyilik, amma onlar uzun illər idi ki, biraz əvvəl qeyd etdiyim kimi 45-dən sonra hər 10 ildən bir baş verən hadisələrdən fürsət olaraq istifadə edərək 88-ci ilə hazırlıqlarını davam etdirmişdilər. Karapetyan digər bir müsahibəsində isə ermənilərin daşnaq lideri, 2-ci Dünya müharibəsində nasistlərlə əməkdaşlıq etmiş Qaregin Nijdeni özlərinə nümunə götürdüklərini qeyd edir. Gizli təşkilatlanma nəticəsində Azərbaycana qarşı ilk terror hücumu 1984-cü ildə həyata keçirildi. Azərbaycan Politexnik İnstitutunun qarşısında 106 nömrəli ictimai nəqliyyatda terror aktı törədildi. Məlum oldu ki, bu terror aktını erməni Henrix Surenoviç Vartanov və Igor Mixayloviç Maxovski törətdi. Qarbaçovun ətrafında bir ermənilərdən ibarət bir beyin mərkəzi var idi. Agambekyan bizim bildiyimiz və üzdə olanlardan sadəcə biri idi. Baxın, Moskvanın xəbər agentliklərində ermənilər istəmədiyimiz qədər var idi. Qarbaçovun ətrafında SSR-nin millətlər siyasəti ilə yaxından maraqlanan ermənilər var idi. Heydər Əliyevə qarşı, lider Heydər Əliyevə qarşı fəaliyyət göstərən ermənilər var idi. O dövrdə iki kritik hadisə birdən baş verdi. Birinci, Qarbaçovun beyin komandası o yenidən qurma və şəffaflıq siyasətini həyata keçirdən komandanı əslində ermənilər üstünlük təşkil edirdi və orada Moskvada Azərbaycan məsələlərini müdafiə edə bilmə gücünə sahib olan yeganə insan lider Heydər Əliyevə qarşı da onlar öz fəaliyyətlərini, siyasətlərini həyata keçirirdilər. Yəni orada Azərbaycan baxımından iki mənfi nəticə oldu. Ermənilər hakimiyyəti ələ keçirdilər Qarbaçovun ətrafında, Heydər Əliyevi hakimiyyətdən göndərdilər. Və bu bizim üçün çox ciddi bir negativ nəticələr oldu. Qarabağ müharibəsi, Azərbaycanlıların Ermənistandan qovulması və torpaqlarımızın işğal edilməsi ilə nəticələndi. Ermənistan-Azərbaycan münaqişəsini qızışdıran ermənilər arasında Zori Balayan xüsusilə seçilirdi. O, Ocaq kitabında Türkiyə və Azərbaycan türkləri Rusiya və Ermənistanın düşmənidir fikrini Dağlıq Qarabağ və Naxçıvanın tarixən erməni torpağı olduğunu əsaslandırmağa çalışırdı. Zori Balayan o dövrdə ermənilərin Dağlıq Qarabağ üçün hərtərəfli təzyiqini belə izah edirdi. 1986-cı ilin ortalarından və 1987-ci il boyu Moskvaya dayanmadan teleqramlar və sifarişli məktublar göndərilirdi. Müəlliflər artıq onlardan soruşmur, Qarabağ məsələsinin həllini birbaşa tələb edirdilər. Tennessee Texnologiya Universitetinin professoru Michael Gunter yazır. 1985-ci ildə Daşnak Sütun Partiyasının 23-cü Dünya Konqresində qəbul edilən siyasi platforması partiyanın əsas məqsədini aydın şəkildə bildirir. Daşnak Sütunun əsas məqsədi Wilsonun müəyyənləşdirdiyi sərhədlər, Naxçıvan, Qarabağ və Axalkələkdən ibarət azad, müstəqil və bütöv Ermənistanın reallaşdırılmasıdır. Platforma həmçinin erməni məsələsinin həllinin yolundakı düşmənin Türkiyə olduğunu bəyan etdi. Beləliklə, Böyük Ermənistan uğrunda yeni savaş elan edildi. Carnegie Avropanın baş elmi işçisi Thomas de Waal yazır. Igor Muradyan xatirələrində hərəkatı təşkil etmək üçün Sovet hökumətinin qadağan etdiyi və gizli şəkildə fəaliyyət göstərən daşnaqlarla əməkdaşlıq etdiyini, onların köməyi ilə xaricdən 1986-cı ilin yayında ilk yüngül silahların alındığını bildirir. Silahlar daha sonra müntəzəm şəkildə daxil oldu. Onların arasında nədənsə çox sayda Çex silahları var idi. Bu silahların çoxu birbaşa Dağlıq Qarabağa gedirdi. Bütün təşkilatlar silahlı idi. Bütün komsomol silahlanmışdı. Separatçıların bu dövrdə Qarabağda başlatdığı hərəkatın fəal iştirakçılarından Sergey Şahverdiyan hərəkatı bir neçə mərhələyə bölür.
Artsaq hərəkatı ümumiyyətlə bir neçə mərhələdən ibarət idi. 1988-ci ilə qədər bu gizli fəaliyyət, ictimai mübarizə və silahlı mübarizə mərhələləri olub. İnstitutda oxuduğumuz illərdə də biz Qarabağın gözlənilən azadlığına öz töhfəmizi verməyə çalışırdıq və o dövrdə mövcud olan rəsmi strukturlardan çox fəal istifadə etdik. Həmkarlar İttifaqı Komitəsi və Tələbə Şurası. Bu strukturlar vasitəsilə hərəkatımıza başladıq. Qarabağdakı bütün təşkilatların fikri Yerevanda formalaşdı. Bilirsiniz, 87-ci ildə Ermənistanda bu ətraf mühitlə əlaqədar bir mitinq oldu. Bu mitinq birinci mərhələdə ətraf mühit problemlərindən gündəmə gəldi. Amma İqor Muradyan, hansı ki o dövrdə Qarabağdakı təşkilatlanmada çox aktiv rol oynamışdı, onun özünün ifadəsi var ki, biz bunu tərsinə çevirə bildik. Orada yığılan kütləni Azərbaycanın əleyhinə çevirməyə bacardıq. Və onun ikinci bir ifadəsi var o dövrdə. Hansı ki, Levon Ter-Patrosyan da bunu sonradan dəstəklədi, verdiyi açıqlamalarla bu günlərdə ki, biz tarixi bir hədəfi yerinə yetirdik. Azərbaycanlıları Ermənistandan çıxartdıq. Və o mitinqlə bir yerdə İqor Muradyan o Ermənistanda ortaya çıxan o kütləvi göstəriləri, mitinqləri həyəcanını Qarabağa köçürdə bildi. Qarabağda təşkilatlanmalar o dövrdən artmağa başladı. Birinci ərizələr toplamağa başladılar. Əslində bu ərizələr 87-ci ilin əvvəlindən etibarən toplamağa başlamışlardı. Daha sonra avqust ayında təkrar topladılar, Moskvaya göndərdilər və Qarabağda qadınları ayrıca təşkilatlandırdılar, gəncləri ayrıca təşkilatlandırdılar, orta məktəbdəki uşaqları ayrıca təşkilatlandırdılar. Belə deyim sizə, qapı-qapı gəzib bu təşkilatlanmanı dəstəklədilər. Orada özlərinin baxış açısından maarifləndirməni artırmağa çalışdılar. Heydər Əliyev 1987-ci ildəki müsahibələrindən birində qeyd etmişdi ki, o, İqor Muradyan tərəfindən təhdid və təhqirlərlə dolu məktub alıb. Məktubun müəllifi Heydər Əliyevi Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə mane olmaqda günahlandırırdı. Məktubda erməni terrorunun qurbanı olan türk və azərbaycanlıların adları yer almışdı. Bununla İqor Muradyan sətraqlı şəkildə Heydər Əliyevin də eyni taleyə məruz qala biləcəyini bildirmişdi. Erməni tərəfinin aqressiv irredentiv siyasəti Moskvanın tolerantlıq siyasəti ilə qarşılanırdı. Bu vəziyyət Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan hesabatlarda da öz əksini tapmışdır. Moskvanın ilkin olaraq erməni istəklərinin qarşısını ala bilməməsi erməni millətçilərini öz tələblərini israrla irəli sürməyə vadar etdi. Onun getdikcə artan tələbləri hərəkatın radikallaşmasına səbəb oldu. Nəticədə artan etirazlar güzəştə getməyən və radikal liderlərin nəzarətinə keçdi. Erməni irredentistlər ilk təxribatı şimali Artsaq olaraq gördükləri Şəmkir rayonunun Çardaxlı kəndində törətdilər. Əslində ermənilər Çardaxlını Dağlıq Qarabağdan, keçmiş Dağlıq Qarabağ Muğdar vilayətindən ayrı görmürlər. Onlar Çardaxlını və o bölgəni əslində Gəncəyə qədər olan bölgəni Qarabağın onların Artsaq dediyi oranın bir parçası olaraq görürlər. Və son 30 ildə Azərbaycan torpaqları işğal olduğu dövrdə əsas hədəflərindən biri də bu idi ki, o bölgəni də birləşdirsinlər Qarabağa. Yəni, onlar əslində Çardaxlıdan o məqsədlə başladılar ki, birinci oradan başlasınlar. Amma orada hadisələrin qarşısı alındı. Təəssüflər olsun ki, bu tərəfdə Qarabağda, hansı ki, onların rüşeymi Qarabağda Hadrutdan qoyulmuşdu. Ona görə Hadrut bizim üçün və onlar üçün də çox vacib idi. Ona görə Hadrutun işğaldan azad edilməsini 2-ci Qarabağ müharibəsində uzun müddət özləri gizlətdilər ictimaiyyətdən və Hadrutdan sonra demək olar ki, onları çox böyük bir psixolojik itkiyə məruz qaldılar və Çardaxlını onlar ayrı görmürlər. Onlar Çardaxlını və o bölgəni Qarabağın, onların ifadəsini Artsaqın bir bütününün bir parçası olaraq görürdülər. ...1988-ci il fevralın 12-sində İrəvanda böyük antitürk mitinqi keçirildi. Mitinqdə Ermənistandan türkləri təmizləməli, Ermənistanda yalnız ermənilər yaşamalıdır və sair bu kimi millətçi şüarlar səsləndirilirdi.
Fevralın 20-sində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin erməni əsirli üzvləri azərbaycanlıların iştirak etmədiyi bir iclasda vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin leyhinə səs verdilər. Belə ki, fevralın 22-sində Əsgəran şəhəri yaxınlığında erməni silahlıları ayrılma qərarına etiraz edən mülki azərbaycanlılara atəş açdılar. Əli və Bəxtiyar adlı iki gənc Qarabağ hadisələrinin ilk qurbanları oldular. Qarabağda yaşanan bu hadisələr İrəvanda da azərbaycanlılara qarşı hücumlara çevrildi. Ardınca isə 32 nəfərin həyatını itirdiyi Sumqayıt hadisələr yaşandı. Səbəbkar milliyyətcə erməni olan Eduard Qriqoryan 12 il azadlıqdan məhrum edilərək cəzasını çəkmək üçün Ermənistana köçürüldü. Sonradan isə azadlığa buraxıldı. Beləliklə, erməni millətçiləri Qarabağ müharibələrinin başlanğıcını məhz Sumqayıt hadisələrindən götürdüyünü iddia etməyə başladı. Ümumiyyətlə, bu məsələdə Sumqayıt hadisələri haqqında danışmağın heç bir əsası yoxdur. Ermənistan-Azərbaycan məsələsinin əsas vacib nöqtələrdən biri gündəmin kimin və necə formalaşdırmağa çalışmağıdır. Bilirsiniz, 1-ci Qarabağ müharibəsindən əvvəl və 2-ci Qarabağ müharibəsində ermənilər necə təqdim eləyirdilər? Müsəlman, türklər, xristian, tarixin ən köklü xristian xalqını qırmağa çalışır. Bu əslində bir informasiya müharibəsi, bu bir psixolojik müharibədir Azərbaycanlılara qarşı aparılan. Yəni, onlar informasiya müharibəsini başladırdılar. Sumqayıt hadisələrində gündəmə gətirilməsinin əsas səbəbi ermənilərin informasiya müharibəsini, yəni onların yaşadığı, diasporanın yaşadığı ölkələrdə informasiya müharibəsini öz lehlərinə çevirməkdir. Halbuki biz hamımız çox yaxşı bilirik ki, Sumqayıtı törədəndən hamısı cəzalandırıldı. Bugün Xocalını, Quşçuları, Malıbəylini, Azərbaycanı, Gəncəni vuran, Bərdəni vuran bir çox insanları, cinayətkarları Ermənistan özü hələ də cəzalandırılmayıbdır. Sonra onları prezident elədilər, müdafiə naziri elədilər və onlar da açıq-açıq dedilər. Bu səbəbdən Sumqayıt hadisələrini onlar bir informasiya, dezinformasiya olaraq istifadə edir. Bugünkü bu revanşistlər əslində dünənin irredentisləridir və də gələcəyin də irredentisləridir. Bu araşdırmanı aparmağımın başlıca məqsədlərindən biri ondan ibarət idi ki, Ermənistanda bu düşüncə dəyişmədiyi müddətcə Azərbaycanla Ermənistan münasibətləri normallaşmayacaqdır. Yəni, dövlətlər arasında sülh sazişi imzalana bilər. Amma Ermənistan cəmiyyəti dəyişməlidir. Yəni, soyuq müharibə dövründə olduğu kimi təktərəfli normallaşma olmamalıdır. O təktərəfli normallaşma 1-ci və 2-ci Qarabağ müharibəsinə səbəb oldu. Və bundan sonra həqiqi sülhün əldə olunması üçün iki tərəfli normallaşma olmalıdır. Ermənistan cəmiyyəti normallaşmalıdır. Revanşistləri içindən təmizləməlidir. Bu araşdırma əslində soyuq müharibə dövründəki tək tərəfli normallaşmanın heç də düzgün bir siyasət olmadığını ortaya qoydu. O irredentist duyğular, düşüncələr çox ciddi iki mənfi nəticəyə səbəb oldu. Birincisi, Azərbaycan torpaqları işğal edildi və Ermənistanda olan Azərbaycandan öz tarixi torpaqlarından qovuldu. İndi Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması üçün Ermənistandan qovulan azərbaycanlılar öz torpaqlarına qayıtmalıdır. O vaxt sadəcə ədalət bərpa olunmayacaqdır. Eyni zamanda münasibətlər də normallaşacaqdır. Bir tərəfdən revanşistlərin düşüncələrinin təmizlənməsi, bir tərəfdən Azərbaycandan oraya qayıdıb tarixi müsbət təcrübələrdən faydalanması həm Ermənistanın demokratikləşməyinə səbəb ola bilər, həm Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına səbəb ola bilər, həm də ədalətin bərpa edilməsinə səbəb ola bilər. Bu araşdırma irredentist düşüncənin, duyğunun nə qədər regionda dağıdıcı negativ nəticələr yarada biləcəyi baxımından bir nümunədir. Bilirsiniz, bugün erməni irredentizmi sadəcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da var, Gürcüstana qarşı da var. Ona görə bu irredentist düşüncələr Ermənistanda ortadan qalxmadığı müddətcə həqiqi mənada regionda normallaşmadan, əməkdaşlıqdan və gələcək sülhdən, sabitlikdən danışmaq biraz çətin məsələdir. Bu mənada Ermənistanın indiki hakimiyyətinin üstünə düşən yeganə vəzifə Zəngəzur dəhlizinin açılması, Azərbaycanla sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya, demarkasiyası edilməsi, konstitusiyanın dəyişdirilməsi deyildir. Qanunlarının dəyişdirilməsi deyildir. Eyni zamanda Ermənistandakı o düşüncə tərzinin dəyişdirilməsindən keçir.
Beləliklə, Ermənistanla Azərbaycan arasında yaşanan Qarabağ müharibələrinin səbəbi İkinci Dünya müharibəsindən sonra Ermənistanda artan böyük Ermənistan ideologiyası və irredentist millətçilik duyğuları olmuşdur. Məhz erməni millətçi irredentizminin maksimalist tələbləri 10 illərlə insan fəlakətlərinə səbəb olmaqla Cənubi Qafqazda sülh və əməkdaşlıq qarşısında əngəllər yaradıb. Bugün də həmin irredentistlərin xələfləri olan revanşistlər analoji xətti seçərək üçüncü dövlətlərin əli ilə Cənubi Qafqazda qüvvələr balansını dəyişməyə çalışırlar.